Dostlar, gəlin belə bir açım eləyim sizə bugün. Xan görən yaxın gələcəkdə sizin həyatınızda nə kimi dəyişikliklər olacaq? Pis və yaxud da yaxşı, bunu kartlar deyəcək. Xan görən həyatınızda nə kimi dəyişikliklər olacaq? Nə itirəcəksiniz, nə əldə eləyəcəksiniz? Baxın, maraqlıca izləyin. Abunə olun, klass verin, fikir bildirin dostlar. Və şəxsi açımlar üçün də əlaqə nömrəsini videoların altına qeyd edirəm. WhatsApp-ıma yaza bilərsiniz. Zəngləri açmıram. Belə 3 variant olacaq. Həyatınızda yaxın gələcəkdə nə kimi dəyişikliklər olacaq? Nə itirəcəksiniz, nə əldə eləyəcəksiniz? Nə itirəcəksiniz, nə əldə eləyəcəksiniz? Və belə bir açımızda 2 kart qoyacağım. 1, 2, 3. 1, 2, 3 variantda dostlar. Və mən birinci variantdan başlayıram. Həyatınızda yaxın gələcəkdə nə kimi dəyişikliklər olacaq? Deməli, sevgiyə aid çıxdı birinci variant burada. Hisslərlə əlaqəli çıxdı. Hisslərlə əlaqəli deyək ki də. Baxın, sevgi üç bucağında olanlar. Sevgi üç bucağında olanlar. Burada seçim olacaq. Seçim olacaq. Nə siz seçəcəksiniz? Öz hisslərlə seçim olacaq burada. Kim kimi sevir onu seçəcək. Ağılla yox, hisslərlə seçim olacaq. Və yaxud da siz seçəcəksiniz hisslərlə və yaxud da kimsə sizi seçməlidirsə, sevgi üç bucağında olanlar. Kimsə seçim eləməlidirsə, sizi seçəcək. Şüşdünüz? Yəni kimi sevirsə o insan seçiləcək burada. Bəli, üç bucaqdan ehtimal çox ki çıxılacaq. Bəli. Gedir, üç bucaq gedir, seçim olur. Və sevgi, kim sevilirsə o seçilir. Nə siz seçəcəksiniz, nə siz seçilir. Birinci variant. İkinci variant. Hansısa bir problem maddiyyatla əlaqəli bitəcək. Tez bir zamanda. İkinci variant. Maddiyyatla əlaqəli işlə və bu temalardan nəsə bir ola bilsin, xarici ölkədə ola bilər burada. Xaricə getməklə əlaqəli ola bilər. Hansısa bir problem həll olunacaq. Bir problem bitəcək. Qətiyyətlə. Qətiyyət olacaqsınız. Ola bilər, vuruşası ola bilərsiniz kimlənsə. Yəni də belə qətiyyətli olacaqsınız. Bir problemi həll eləməlisiniz. Eləyəcəksiniz. Bu problem gedir. Və ola bilsin, bəziləriniz xaricə getdiniz, bəzilərinizin də maddi problemləri həll olunur. Üçüncü variant. Burada 100% xarici ölkədir. Burada 100% və hardansa nəsə bir gedir. Burada gedir. Burada %100 gedişdir. Burada %100 gedişdir. Plan cızılıbdır, uca addım atılıbdır. Burada dəyişiklik olur, necə deyərlər. Burada bir çoxu olduğu yerdə məmnun olmayan bir insanlar idi. Və burada xariclə əlaqəli sənəd sünəd ola bilər, nəsə bir şey düzəlir, bir problem burada daha həll olunur o, həll olunur. Daha çox burada %100 xariclə əlaqəlidir. Və addımlar atılır, yeni həyat başlayır burada. Yeni həyat başlayır burada. Ola bilər, hardansa gedirsiniz. Başa düşdünüz? Gedirsiniz, siz gedirsiniz və inşallah da uğura doğru gedəcəksiniz. Üçüncü variant. Bu qədər dostlar. Tez-tez paylaşımlar edəcəm. İzləyin, izləmədə qalın. Klasslar verin, abunə olun. Minnətdaram. Çox sağ olun.